Salam, hər vaxtınız xeyirli olsun dostlarımız. Yeni bir video ilə sizin qarşınızdayıq. Demək dostlar, bu video nə haqqındadır? Biz 21 günlük bir diyet marafonuna girdik. Yəni rafinə şəkərsiz, unsuz, makaronsuz, poğaçasız, börəksiz belə bir marafona girmişik. Demək, biz 21 günlük marafonun bugün 13-cü günündəyik. Yoldaşımla bunu ara-ara eləməyə çalışırıq dostlar. Özümüzə bəzi şeylərə qadağalar qoyuruq. Mən Azərbaycanda olanda işləyirdim, daha çox hərəkətli idim. Orada metro var, avtobus var, onlardan daha çox istifadə edirdik. Piyada çox gəzirdik. Burada marketlər çox uzaqda olduğu üçün mütləq maşınlardan istifadə edirik. Yəni burada maşınlar insanların ayaqqabıları da belə deyək. Ona görə də oturaq həyat kimi bir şey oldu. Və bura köçən insanlarda və biraz hərəkətsizlik, yəni Bakı həyatına görə daha çox hərəkətsizlik olur. Düzdür, indi idman zalları var, gəzmək üçün çox parklar var. Amma sanki Azərbaycana nisbətən daha biraz sakin həyat olur. Ona görə biz də Amerikaya gələndən sonra fərqindəliklər yaşadıq və özümüzə ara-ara, yəni həmişə yox, ara-ara bəzi şeylər, marafonlar təşkil edirik özümüz üçün yoldaşımla bərabər. Sağ olsun, o da dəstək olur. Yəni biz ümumiyyətlə bir şeylər başlayanda çalışırıq ki, birlikdə eləyək. Onda daha çox motivasiya olur. Sizə də tövsiyə edirəm ki, nəsə bir işə başlayanda yoldaşınızla bərabər eləyin. Onda daha çox belə deyim, nəticə əldə edirsiniz. Günümü su ilə başlayıram. İçəri gəldim. Demək, günümü su ilə başlayıram, yarım litr su içirəm. Gün ərzində dostlar çalışaq ki 2 litr yarım su içək. Amma düzdür, mən onu hələ bacarmıram. Yəni hər gün 2 litr su içim, onu bacarmıram. Məsələn, dünən 1 litr yarım içə bildim, heç 2 litrə çatdırmadım. Amma səhər əgər gününüzü erkəndən başlayırsınızsa, onu elə bilərsiniz dostlar. Ac qarnına yarım litr içmişdim, bunu götürürəm, indi idmana gedəsik. Mövzudan kənara da çıxıram. Bizim dəftərimiz var, ya da ki telefonda, WhatsAppda yazırıq yoldaşımla. Günlük rutinlərimizi yazırıq. Burada edəcəyimiz işlər ancaq idmanla bağlı deyil, edəcəyimiz işlər, görüləcəyi işlər, onları yazırıq. Bu çox faydalıdır dostlar. Biz məsələn öz qrupumuzla, yoldaşımla ailə qrupumuz var. Ora atırıq məsələn elədiklərimizi, eləyəcəklərimizi, planlarımızı. Onda daha çox iş görülür həqiqətən də. Məsələn, dünən məndə çox faydalı oldu. İnanın ki, bu diyet saxlayanda bizim bədənimiz o qədər rahatlaşır ki, daha çox iş görməyə belə bir vaxtımız qalır. Yoxsa əlavə istər-istəməz abur-cubur olsun, şirniyyat olsun, onlara əl atanda bizim vaxtımız gedir və biraz tənbəlləşirik sözün açığı. Amma belə diyet saxlayanda insan o qədər gümrah olur ki, çox iş görmək istəyir. Hələ idmandan sonra dostlar, inanılmaz insanda gümrahlıq olur. İdmandan sonra o qədər işlər görmək istəyirik ki, belə çox danışmaq istəmirəm. İndi bura bugün nə edəcəm, onları da yazım. Sonra sizi idman zalına götürəcəm. Dünənki də dostlar, nə qədər işlər görmüşəm, baxın. İndi açıram, yeni bir səhifə açıram. Başlayıram bugünün işlərini yazmağa. Burada da dostlar, bugün demək 13-cü günümüzdür. Üstündən 13'ün üstündən xət çəkin. Dostlar, idman zalına çatdım. İndi giriş edəcəyik. Bura universitetin idman zalıdır və biz bura cəmi, yəni ikimiz üçün ayda 40 dollar ödəyirik. Mənim adım 15 dollar, Şam mənim adını, yoldaşımın adını 25 dollar. Tələbəykən, yoldaşım tələbəykən onun üçün pulsuz idi. İndi universitetin müəllim işlədiyinə görə biraz yəni artıq pul qaldırdılar. Mənə də 15 dollar düşür, ona da 25 dollar düşür. Belə. Burada velosipedləri park edilər. Hava çox qəşəng. Deyir dostlar, girişi. Mən kartımı evdə unutmuşam. Burada adımı verəsiyəm yəqin ki. Keçim. Baxın, belə kart vururlar buradan. Sadəcə mən kartımı evdə qoymuşam. İndi adımı deyirəm ki, onlar daxil eləsinlər. Universitetimizin idman zalı çox genişdir. Baxın, 2 mərtəbəlidir, tavanı yuxarıdadır. Burada idman zalları, yəni basketbol, fərqli oyunlar üçün, voleybol, basketbol oynamaq üçün zallar var. Burada əsasən burada kişilər məşğul olurlar. Ağır alətlər. Burada baxın, belə. Sonra mən ikinci mərtəbəyə çıxıram. Nələr olur? Burada da fərqli alətlər var. Çoxlu otaqları var. Burada su içmək üçün belə yerlər var, amma mən buradan su içə bilmirəm. Özüm su götürürəm. Çox uzun uzadı bunun haqqında video çəkmək istəyirəm. Hansı alətlər var göstərmişəm, bir videomda var. İndi mən nələrdən istifadə edirəm? Koşu bandından burada istifadə edirəm. Sonra velosipedlərdən istifadə edirəm. Bir də dostlar, mən Grow with Joe deyə bir kanal var. Əsasən qadınlar üçün deyirəm, xanımlar üçün deyirəm. Grow with Joe. İstəsəz altında yaza bilərəm. Onunla o çox qəşəng kanaldır. Hardasa 7-8 milyonluq bir kanaldır və çox qadına dəstək olur və çox qadın faydasını görür. İlk başlayanlar üçün orada fərqli nümunələr var.
fərqli video nümunələr var. Hər level üçün orada video tapa bilərsiniz. Belə bu qədər. Dostlar, əvvəl özüm üçün dəqiqə qoyurdum, amma indi nə edirəm? Kalori qoyuram. Deyirəm ki, bu qədər kalorini yandırana kimi mən məşğul olacağam idmanla və belə eləyəndə daha yaxşı olur, daha belə motivasiya dolu olursan. Düzdür, biraz yorulursan o kalorini yandırana kimi, amma dəyər məncə. Belə, burada saxlayayım artıq. Əşyaları da bura qoydum, hələ ki burada qalsın, heç kim dəymir onsuz ki. Mən sizə aşağını göstərim belə, əvvəlki videonu görməyənlər üçün. Baxın, belə bu şəkildədir. İdman zallarının belə hündürlükdə olmağı mənim çox xoşuma gəlir. O balaca zallar olur, tavanı alçaq olan. Orada mən sıxılaram məsələn. Heç Azərbaycanda idman zalına getməmişəm. Amma burada gələndən sonra mən elə təsəvvür edirdim ki, alçaq olacaq tavanları. Bura gəldim, gördüm ki, çox belə yüksək tavanlı, xoşuma gəldi. Daim belə havalandırmalar işləyir və çox yaxşıdır. Baxın, indi hansını seçim? Bunu seçirəm. Bu arada dostlar, işədən istifadə edəndən sonra burada belə şeylər var, dezinfeksiya edən spreylər var. Dəsmalla silirsən, sonra istifadə edəndən sonra da atırsan. Mən yeri gəlmişkən götürüm. O özüm istifadə elədiyi koşu bandını təmizləyim. Çox sulatdım. Burada dostlar, mən bir şey soruşmaq istəyirəm. Mütləq ki, aranızda belə professional idmanla məşğul olanlarınız var və bu alətləri çox yaxşı tanıyanlarınız var. Ümumiyyətlə, idman zalında xanımlara uyğun olan hansı alətlər var ki, daha çox faydalıdır, daha çox kalori yandırmağa kömək edir. Mənim hələ ki, ən çox istifadə etdiyim koşu bandıdır ki, o mənə daha çox kalori yandırmağa kömək edir. Amma velosipedlərdə nə qədər istifadə eləsən də kalorini az yandırırsan. Düzdür, o ayaq əzələrini yaxşı işlədir, amma kalorini az yandırır. Zəhmət olmasa rəylərdə yazarsınız, mən də faydasını görüm. Yorulmuş, bitkin bir Gülnaz görürsünüz. Yoruldum. Hava çox qəşəngdir. Amma elə yorulduğuma baxmayın dostlar. İdman eləyəndən sonra həqiqətən də insanda günlük işləri bitirmək üçün də, eləmək üçün də gözəl belə enerji olur. O normaldır da, o yorğunluq da normalda olmalıdır. Amma idmandan sonra enerji gələcək. Dostlar, videomuzu artıq burada yekunlaşdırmaq istəyirəm. Qısa olduğu üçün əsas məqsədimi də burada açıqlayıb videonu bitirmək istəyirəm. İlk öncə onu deyim ki, bu videoda mütləq kilo verəcəksiniz deyə bir iddiam yoxdur. Azərbaycanda bunun üçün diyetologlar var, çox yaxşı mütəxəssislər var və istəsəniz onların proqramlarına qoşula bilərsiniz. Bəs bu videonun məqsədi nədir? Niyə bu videonu çəkdim? Qısaca faydasını gördüyüm üçün sizinlə də paylaşmaq istədim. Birincisi, bu diyet sayəsində iradəmiz güclənir, nəfsimizi tərbiyə edirik, enerjimiz yüksəlir, tənbəlliyimiz azalır, gün ərzində daha çox iş görürük və özümüzü daha faydalı hiss edirik. Ən əsası da odur ki, özümüzə qayğı göstərməyi öyrənirik. Hər insanın bədəni individualdır, fərqlidir. Ola bilər ki, sadəcə şəkəri, xəmir işlərini və abur-cubur buraxmaqla sürətli şəkildə çəki verən olsun. Hələ bunu idmanla tamamlasanız lap yaxşı nəticə olar. Əgər çəki verməkdə çətinlik çəkirsinizsə, bunu bilməyiniz faydalıdır. Gün ərzində yandırdığınız kalori yediyiniz yeməyin kalorisindən çox olmalıdır. Ümumiyyətlə çalışaq ki, özümüzü çox sıxmayaq, daha çox proteinli qidalar qəbul edək. Burada sizi ac qalmağa yox, bir müddət də olsa daha sağlam qidalanaraq həyat tərzi keçirməyə çağırıram. Bu marafonda bəzi fərqindəliklər qazandım. Öz bədənimizin qayğısına qalmaq lazım olduğunu düşündüm. Mümkün olduqca zərərli şeyləri, rafinə şəkər və həddindən artıq xəmir məhsullarını azaltmaq lazım olduğunu anladım. Ara-ara belə marafonlar etmək, bədəni detoks etmək yaxşı hiss etdirir. Əlbəttə ki, bunun yanında idman da çox vacibdir. Belə dostlar, ümid edirəm ki, faydalı olmuşdur. Video qısaydı, əslində daha da uzun ola bilərdi. Sadəcə marafon ərzində yaşadıqlarımın müəyyən hissəsini sizinlə paylaşmaq istədim. Əgər siz də başlamaq istəyirsinizsə, videonun altında marafonun birinci günü, ikinci günü deyə qeyd edib başlaya bilərsiniz. Bu, həm özünüz üçün, həm də başqaları üçün bir motivasiya və xatırlatma olar. Fərq etməz, istəsəniz bir həftə, istəsəniz 2 həftə, istəsəniz də 21 gün edin. Əsas odur ki, başlayın. İnanıram ki, faydasını görəcəksiniz və fərqindəliklər qazanacaqsınız. Bu qədər. Məni buraya qədər izlədiyinizə görə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Hələlik.